Dostum, yenə də çox bir vacib mövzu var. Bu həyatda insanlar iki növə bölünür. Bir izləyici, qəbul edici, bir də var yaradıcı. Bu dünyaya nəsə verici. Rus dilində bu daha gözəl səslənir. Potrебитель, yəni qəbul eləyən, yəni ancaq ver, 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 ver. Bir də var sozидатель, yəni yaradıcı, yaradan və yaddan çıxartma ki, yaratmaq Allaha məxsusdur. Və bu iki yoldan birini seçməklə sən həyatı bəlirləyə bilərsən. Sən qəbul edicisənsə, ancaq ver, ver deyirsənsə, potrебительsənsə, sən doymayacaqsan, yadda saxla. Heç nədən heç vaxt doymayacaqsan. Xəbərlər oxuyacaqsan, sosial media, siqaret, içki, narkotik, yemək, nə versələr sənə doymayacaqsan. Pulu başından töksələr yenə də doymayacaqsan. Bir video baxım, sonra dalınca o video baxım, saatlar gedir, scrolling eləyirsən. Yemək yeyim, doymursan, daxilin boşdur, yenə də yemək yeyirsən. Siqaret çəkirsən, yenə də siqaret çəkirsən, pis vərdişlərin dalınca pis vərdişlər. Bu potrebleniyadır, bu qəbul eləməkdir və bu səni heç vaxt xoşbəxtliyə aparmayacaq. Əks başqalarının həyatına baxacaqsan, deyəcəksən başqalarının həyatı necə də yaxşıdır. Girsən Instagrama, TikToka, orada hamı gözəl günlərini paylaşır, elə bilirsən ki, elə bundan ibarətdir. Sən bədbəxtsən, sən potrебитель edirsən, sən qəbul edirsən. Bu oyunun içində sən yaddan çıxarmısan ki, bu oyunun içində sən potrебительsən, səhərdən axşama kimi qəbul edirsən. Ver, 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 beynin deyir ver. Beynin doymayacaq, ay dostum mənim, bunu qəbul elə, başa düş. Bir pauza ver və həyata başqa cür baxmağa çalış. Çıxış yolu var. Çıxış yolu yaradıcı olmaqdadır, yaratmaqdadır. Nəyisə yaratmaqda, insanlığa xeyir verməkdə, fayda verməkdə. Şərt deyil ki, sən gedib nəsə böyük bir şey yaradasan. Xırda şeylərdən də yəni başlaya bilərsən. Bilirsən, sənin hökmən daxilində bilirsən ki, sən nəyi yarada bilərsən. Və sənin içində yaradıcılıq potensialı mütləq şəkildə var. Çünki biz hamımız Allahın balalarıyıq və Allah özündən bizə üfürüb ki, öz bacarıqlarından da bizə verib ki, biz də bu dünyada yaradaq. Onsuz da biz yaradacağıq. Bu dünyaya bax, hər bir şeyi insan yaradıb. Allahın köməyi ilə, əlbəttə ki, Allahın verdiyi bir bilgidir. Mən burada oturmuşam, məni kamera çəkir, kameranı insan yaradıb. Oturduğum bu kreslonu insan yaradıb. Arxada bilyard masaları var, bilyardı insan yaradıb. Hər kəsə nəsə yaradıb. Sən də nəsə yarada bilərsən. Sən yadda saxla, sən heç vaxt doymayacaqsan qəbul eləməklə. Beyin doymazdır. Beyin doymur heç vaxt. Ona birini ver, ikisini istəyəcək. İkisini ver, onunu istəyəcək. Bu bitməz. Amma sən yaradanda sənin daxilin dolur. Sən daxilən özünü dolu hiss eləyirsən. Çünki sən yaradıcısan, yaratmaqla məşğulsan, sən yaratmısan. Sən xoşbəxtsən, içini doldurmusan. Bir ağac əkə bilərsən, bir biznes qura bilərsən ki, hansı ki o biznes insanlara faydalıdır, insanlara fayda verir. Bir ideya ortaya çıxarda bilərsən ki, o ideya faydalıdır insanlara, o insanlar o ideyadan yararlanır, sən də hər insan o yarandıqca sən də için dolur, xoşbəxtlik hissi yaşayırsan. Yəni bax da özün buna sadəcə fikir ver. Sən izləyici, qəbul edici formatında yaşayırsansa, potrебитель formatında yaşayırsansa, sən onun bunun həyatına baxacaqsan və öz boşluğu hiss eləyəcəksən. Əvəzində yenə də gedib o boşluğu doldurmaq üçün həmən zövqlər almaq istəyəcəksən. İçki içəcəksən, kimisi nəşə çəkir, kimisi başqa narkotik eləyir, kimisi siqaret çəkir, kimisi pis vərdişlərlə məşğuldur, kimisi pis, doldurur öz üçün. Düzdür? Yəni sən baxacaqsan ki, o insan həyatında bu var, səndə yoxdur və pisləşdirirsən və o içindəki boşluq var axı, sən qəbul eləməklə onu sən görürsən ki, səndə bu yoxdur və içinin boşluğunu doldurmaq istəyəcəksən və bu doldurmağı da sən şeytani tərəflərə gedəcəksən. İçki içəcəksən, siqaret çəkəcəksən, narkotik eləyəcəksən və yaxud nə bilim pis işlərlə məşğul olacaqsan. Amma sən yaradıcı tərəfə fikirləşsən, sənin içində olacaq. Hər nəsə yaratdıqca sənin içində olacaq və sən yaradıcılıqla içini dolduracaqsan və sən hər dəfə nəsə yaratdıqca da qarşıdakı insana da xeyir verdiyinə görə sən daxilən artıq dolu olacaqsan və sənin başqa bir şeyə ehtiyacın olmayacaq. Yaratmaq insanın daxilini doldurur. Çox vacib bir məqamdır bu. Məhz buna görə də yaradıcı insanlar daha canlı görünürlər, daha xoşbəxt görünürlər. Çünki onlar elə-belə görünmürlər. Çünki onun içi, enerjisi xoşbəxtdir, doludur, yaradıcıdır, canlıdır, nəsə fayda verir. Ona görə də o həyatını doya-doya xoşbəxt yaşayır. Və onlar
iz buraxırlar və insanlığa xeyir verirlər və Allaha xidmət göstərirlər. Yəni özündən soruşmağa başla. Bu gün nə yaratmısan, nə etmisən? Sən bu gün patribitsən, qəbul edicisən, yəni sən alıcısan, yoxsa sən yaradıcısan, sazidательsən. Sən bu sualı özünə ver. Bu sualı özünə ver və bax ki, nəyi sən yaratmalısan, harda sən nəyi yarada bilərsən. Hökmən şəkildə hər kəsin bir bacarığı var və yaradıb insanlığa xeyir verib, içini doldurub həyatı daha xoşbəxt yaşaya bilərsən. Və sonunda onu deyim ki, yaddaş və həkk elə ki bunu, izləyici olma, yaradıcı ol. Çünki dünyanı dəyişənlər izləyicilər yox, yaradıcılardır. Uğurlar dostum.